Səməd Vurğunun əsərləri şübhəsiz ki, öz devrində yazılıbdır. O devrin hökmü, o devrin tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Və bugün heç kəs də buna görə Səməd Vurğunun əvəzindən üzr istəmir. Heç kəs. Səməd Vurğunun bütün əsərləriyle əvvəldən axıra qədər Azərbaycan xalqı fəxr edir və bundan sonra da fəxr edəcək. Komsomala həsretmiş poemasında, Komünist Partiyasına həsretmiş əsrin bayraqları poemasında Səməd Vurğun öz əqidəsinə xidmət edibdir, əqidəsinə sadiq qalıbdır. Eyni zamanda yüksək şeir sənətini nümayiş etdiribdir.